Bismillahirrahmanirrahim. Mehriban ve bağışlayan Allah'ın adıyla ve yadıyla. Allah'tan ürəkdən mən minnətdarlığımı, təşəkkürümü bildirirəm ki, yenə də bu fürsəti mənim üçün yaratdı ta sizin kimi əziz, dəyərli, hörmətli xanımların, ağaların qulluqlarında olaq, Türk müsəlmanların milli irfanının bir hissəsini də sizinlə ortalığa qoyaq. Biz bu cələsədə demək olar ki, Həkim Füzulinidən 2-3 beytlə ki, dua qalibindədir, onunla başlayacağıq. Sonra demək olar ki, şaman düşüncələrindən, selamun aleyküm. Şaman düşüncələrindən Allah izah olmasın. Çox xoş gəldiniz. Gəldim. Bir sıra bilgilər, məlumat sizinlə ortalığa qoyacağıq. 3-cü bölüm Məsnəvinin 1-ci dəftərindən o nəsraniləri öldürən şahın nağılından neçə beytləri oxuyub, türkcəyə çevirib şərh edəcəyik. 4-cü bölümümüz bu hissədə Təbrizlə bağlı yenə də Şəms-i Divanından bir qəzəl oxuyub qıssaca onu açıqlayacaq. Həkim Füzuli belə buyurur, deyir ki, Ya Rəbb, həmişə lütfünü et rahnəma mənə, göstərmə ol təriqi ki, yetməz sənə mənə. Yəni o yol ki, sənə çatmayacaqdı, heç vaxt o yolu mənə göstərtməcinə. Qət eylə aşinalığım ondan ki, qeyridir, ancaq öz aşinaların et aşina mənə. Qeyrəlləri, qeyri düşüncələri qoyma yaxın düşsün mənə. Aşina, tanış düşüncələri mənə yaxınlaşçına, onları məndən tanış eləcinə. Bir yolda sabit et qədəm etibarımı, kim rəhbəri şəriət ola müqtəda mənə. Bir yol ki, o yolu şəriət də onaylayır, təyid eləyir, məni o yola sən yönətcinə, o yola məni hidayət eləcinə. Əzizlər, xatirinizdə olmuş olsa, biz keçmiş bölümdə dedik ki, Türk müsəlmanların milli irfanının qaynaqlarından şaman düşüncələridir, ya şamanizmidir, ya həmən şəmənlərdilər. O gün onun sözü mən artırım. Dostlarımın birisi, Döktür Baqiri mənə zəh vurmuşdu. Tehrandan deyirdi ki, Döktür, siz Quniyəyə təşrif apabsınız? Dedim, bəli, mən getmişəm. Dedi, orada Şəmsin paltarı vardı, görübsünüz? Dedim, bəli, görmüşəm. Dedi ki, oradan nə mənə mətləb alıbsınız? Şəmsin orada bir bölkü vardı, bir də paltarı vardı, bir çəliyi vardı. Dedim ki, elə bu cür baxmışam, çox diqqətlə təvəccüh eləməmişəm ki, orada nə görmək olar. Dedi, mən gedib onu təhqiq eləmişəm. Mən onu araşdırmışam, görmüşəm ki, Şəms paltarı ki, ələn bu dəqiqə Quniyədədir, şamanların paltarlarıymış. O zaman şamanlar o paltarı giyərdilər. Mən də hədd vururdum ki, bu adamın adı Məlikdadı Təbrizi idi, Şəms dedilər. Şəmslə şamanın demək olar bir ilgisi var idi. Şəms günəş idi, şaman da bir insanlardılar ki, bunlar günəşi özlərinə güc bilərdilər. Günəşi özlərinə güc bilərlər. Harda bu gücün
o transportuna ya intiqalı bunlara olardı. O göy qurşağı ki olardı, ya həman rəngin kəman ki deyirdilər. Deyirdilər bu göy qurşağı o zamandır ki, günəşdən müstəqim güc alınır, gəlir bu şamanların neynir? Ürəklərində oturur və gücü neynirlər? Oradan alırlar. O hətta deyirdi ki, bir sıra şamanlar vardılar ki, bir dövrədə ki, bunlar türk olublar, gediblər Məsihi olublar. Sonralıqda calibi budur ki, dedi ki, mən Qəzzaqistanda da getmişəm, bir sıra şəmənləri görmüşəm ki, indi də vardılar ki, onlar müsəlmandılar. Və elə o paltara sahibdilər və evlərində saxlayırlar. Həm Həzrəti Muhammedin düşüncələri Qur'anı ilə tanışdılar, həm bir tedadı Əhl-i Beyt ilə, Həzrəti Əli ilə, bunların nədir, sözləri ilə tanışdılar. Hər halda Oğuz türklərinin içində bir hünərli insanlar var idiler. Hünərmənd bilirsiniz də, hünər önər kələməsidir, başarıcıq elə türkü kələmədir. Əcib işlərdəndir ki, biz bu kələmə ki, bizim özümüzün olaraq, yəni hünərmənd kələməsi, hünərli, önərli kələməmiz olaraq, məsələn, Azərbaycanda hünərə sənət kələməsini qoyurlar. Sənətçi, yəni hünərmənd. Oğuz türklərinin içində bir hünərli insanlar varmışlar, onlara yoğçu deymişlər. Yoğçular eyni şamanlar kimi boynlarına bir cürə çərx salırmışlar boynlarına. Bir yol, bu çərxi boynlarına salmaqla neyinmişlər? Ölümü məsxəriyə qoymuşlar. Yəni bir tərəfdən, axı bilirsiniz də, biz sizinlə danışdıq, dedik ki, o zaman usturələr yaranırdı ki, bəşər təbiətinə üzbəüz olurdu. Bu təbiətin də içində bir para təzadlılar görürdü. Görürdü ki, təbiət gah buna sevinc bağışlayır, gah buna ağlamaq gətirir. Təbiət təhcə bir pədidə-i ki, təbiətdə vardı ki, insan onun öhdəsindən gələnmirdi, bu ölümüdür. Yaxçı, bu ölümlə pəncə-pənciyə qoymağa görə şamanlar gəlirdilər, bir para idələr, ya bir sıra fikirlər törəldirdilər. O cümlədən neynidilər? Bir çərxilər olurdu, salırdılar boynlarına, millətlərin içində, xalqın içində dolanırdılar. Ya ağlamaqla bu ölümü, ya gülməklə, ya məsxəriyə qoydular, ya ölümü təhqir eləyirdilər. Bu cür bir işlər görürdülər. O əsasda bu ölümlə üzbəüz olmaq pədidəsi, yəni o birinci insanların içində, xüsusən türk xalqlarının içində mərasimlər yaraldırdı ki, nə cür bundan olasan. Ona görə bu şamanlar gəlirdilər, o fələk çərxi ki deyirlər, çərxi fələk dolanır, bunu salırdılar boynlarına, neynirdilər, ondan dolanırdılar. Bunlar insanları ölüm düşüncəsindən uzaq saxlamaq üçün, axı ölüm düşüncəsində çoxları gedirdi, nihilismə düşürdülər. Deyirdilər, indi ki yaşayışın axırı ölümdür, mən niyə gərək bu yaşayışı ürək bağlayam, elə istəyirəm, indidən də öləm. Yaxçı, bunlar bir risalətləri bu idi ki, adamların içində gəlirdilər, bunlara yaşayışa sevgi bağışlamaq üçün, əlaqə bağışlamaq üçün neynidilər? O hissi yaraldırdılar ki, yaşayışın gözəlliklərindən neynidilər? Bunlara deyirdilər. Ərz edeyim ki, biz dedik ki, şaman düşüncəsi günəşlə ya şəmslə ilgisi var idi. Hətta demək olar, bunlar ona bir dənə tanrı gözü ilə baxırdılar da, gök tanrı baxırdılar ki, oradan doğar qanlıq, istilik, ondan sonra güc günəşdən neyniydi? Alınırdı. Oğuz türklərinin içindəki bir dənə kitab ki, mən sizə tövsiyə edirəm ki, hətmən gözünüzə dəysə ya tapsaz oxuyasınız, Dədə Qorqudun nağıllarıdır. Dədə Qorqudun nağılları neçə dənə nağıllardır ki, bizim bu kitabımızda gəlib. Bu kitabın axırları da gəlir, yetişir İslamın o dərvaqə
zahir olmasına və genişlənməsinə ki, bir miqdar müxtəlif nüsxələrdə də ondan qat-qat işığı olubdur. Bu Dədə Qurqud həmən bəziləri deyir ki, Dədə Qurqud, Qurqud həmən o od parçasından gəlibdir. Amma yenə təzəlikdə mənim bir dənə dostum Döktür Araz Əhmədoğlu təhqiqat aparıbdır. Deyir ki, bu mən nüsxələrə əl tapmışam ki, Dədə Qurqud həmən Dədə Qorxuddur. Yəni Qurqudda orada bir nöqtə düşübdür, ya izafə qoyublar. Bu Dədə Qorxudmuş. Qorxud kəlməsi həmən Quranda olan mübəzzir kəlməsidir ki, Peyğəmbərə də gəlibdir ki, nə mənədir, mübəşşir, mübəlliğ, Peyğəmbərə gəlir ki, təbzir o bişarət verir, bir dənəsi müjdədir, bir dənəsi də qorxutmaqdır. O Peyğəmbərin o sifəti ki, در واقع insanları biraz qorxuda ki, gələcəkdə hesab kitab var, bu tərəfdən də bişarət verə, o sifət Peyğəmbərdən benovi demək olar ki, Dədə Qurqudla elə bir dənə ilgiliyi olubdur. O təhqiqatı çapaq qabağa Döktür Nasir Mənzuri də, salam xanım Nəccarə, ya Allah, halınız necədir? Buyurun, xahiş edirəm, xoş gəlmişsiniz. Biz başladıq da klasımızı, siz biraz. Xanım Nəccari bizim danışıqlarımızdan olublar, Danışqa Fərəngiyanda. Özləri də ki, ələn sistemi amzuş pərvərişdə tədris edirlər. Ərz edeyim ki, bu Dədə Qurqud ki, dedik, Qorxud kəlməsidir. Oradan hətta bizim bu dostumuz Döktür Nasir Mənzuridən ki, bizim böyük etimoloqlarımızdan sayılır, kulli kitabda yazıbdır, dünya səviyyəsində bunun fitvaları dilşinaslıqda, türk dilşinaslığında etibarı vardı. Ondan mənə bir dənə də təyidiyə göndərmişdi ki, yazmışdı ki, Döktür Nasir Mənzuri də bunu elə onaylayır, təyid eləyir ki, Dədə Qurqudun bir baxımı da bu ola bilər ki, bu Dədə Qorxud olsun. Yəni adamları bir para işlərindən neynəsin, qorxudsun. Dediyimiz kimi bu şamanlar xas bir paltar giyərdilər qədim. Əllərində də bunların bir dənə çəliyi olardı. Bu çəliyə də atın o tüklərindən, yalından neynəyərdilər? Bağlayardılar. Yaqut o tüklərin bir boylarından, bunların içində o şamanların paltarlarını deyərlər ki, o ceyranın dərisindən, bir də ki, ağ qoyunun dərisindən düzəldərdilər. Bunların başlarına da ki, börk qoyardılar, qırmızı rəngli olardı. O börkə də 3 dənə düymə bağlayardılar. Çünki bunlar 3 dünya etiqadda vardı. Biri göy dünyası idi, ki, həman günəş idi. Biri yeridir, bir də yerin altı idi. Yerin altında da özlərinə görə deyidilər ki, yerin altı həman cəhənnəmdir. Onun da bir dənə özünə görə tanrısı vardı. Biyor, Ərlik adında. Mən onun o demək olar əkizini burada qədim ki, çəkiblər ki, 3 cürə o türk düşüncələrində tanrı ki vardı, əlbəttə onlar birliyə yetişirlər, ha? Ki vardı, mən onun əksini quşumda gətmişəm buradadır. Hər halda şamanlar niyə atın tükündən buna yararlanırdılar, götürürdülər? At bu ünvanı bir dənə tutem mərkəbidir ki, hər zaman bu döyüşlərdə bunların yanında bir dənə kutsal demək olar, bu varlıq tanınırdı. Niyə ağ qoyundan, dərisindən bunlar paltar tikildilər? Ümumiyyətdə qoyun demək olar, در عین اینکه نماد یا sərvət damğasını daşıyırdı, qəbilələrin içində demək olar, birliyin simgəsini, damğasını da neyini daşıyırdı. Yəni demək olar ki, qəbilələrin hər nə qədər qoyunları çox olurdu, bunların birlikləri də demək olar çox olurdu. Orada o birliyi daşımaq üçün. Ağ niyə? Ağ rəngdən götürürdülər. Deyirlər ki, ağ həman göyün rəngindəki ağdır və bunlar ona Olgen tanrı ki deyidilər.
Deyirdilər ki, o ölgən tanrının bir dənə nuru vardı. Həmin qutub yıldızı ya qutub ulduzu oradan qaynaqlanır. O təkcə ulduzdur ki, onun nuru aradan getməz. Həmişə də insanlara dənizlərdə ya quruluqda neyniyibdir, yardımcıl olubdur, yolları neyniyiblər, çaşmayıblar. İstəyirəm əzizlər, bu sözləri deməkdə demək olar ki, nəyi sizinlə ortalığa qoyam? İstəyirəm bunu ortalığa qoyam ki, biz demək olar Türk müsəlmanların milli irfanından, Mövlanadan, Məsnəvidən ki, biz yararlanırıq. O beytləri ki, biz oxuyuruq. Orada bir dənsiz günəşlə üzbəyiz olsaz, ya topraqla, ya yerinlə görəsiz ki, bizim dədə-babalarımız qədim illərdə, ya əski zamanlarda bunlardan nə bəhrə aparıblar, nələr alıblar, o düşüncə də elə ürəklərdə gəlibdir, bizim bu irfanımıza neyniyibdir, çatıbdır. Bu da ikinci bizim hissəmiz. İndi gəlirik Məsnəviyə, birinci dəftər, 403-cü nağıl. Gətiribsiz də, Məsnəvi var izdə. Onlar ki, olmasa quşilərində neyniyə bilərlər, telefonlarında baxa bilərlər. Birinci dəftər, 403-cü beytə baxırıq. Əzizlər, bu nağıl Nəsraniləri öldürən şahın nağılıdır ki, biz başlamışdıq sizinlə. Yadınızda idi ki, bir dənə şah var idi ki, qüdrətə çatdı, dedi ki, mən Məsihlərlə bir dənə böyük kinim vardı, kinəm vardı, onları öldürəcəm, bir Yəhudi idi. İstəyirdi öldürsün, bir dənə vəziri gəldi buna, dedi ki, sən bu işi görməcinən, yaxşısı budur ki, sən sonra bu işi görsən, onlara getsən ki, öldürməyə, bunlar etiqadlarını gizlədəcəklər səndən. Sən bilməyəcəksən ki, bunlar Məsihidilər ya Yəhudidirlər. Sən icazə vercinən, məni məhkum eləcinən edama, xiyanət üçün kəh millətin arasında edam eləməyə bir teydad gəlsin, visadət eləsin, bir dərəcə mənim hökmümü yendir, məni sürgün eləm, məni onlar sahib dursunlar, o Məsihlər. Məsihlər ki, mənə sahib durdular, mən bilirəm ki, onların içində nə iş görəcəm, mən elə amuzələr onların içində yaralıdacam, elə tənabuzlu sözlər yaralıdacam ki, bunlar özləri neyniyəcəklər, düşəcəklər bir-birlərinin canına düşəcəklər. Orada Mövlananın yadına düşür ki, bu adam Dəccal sifətidir. Yadınızda olsaydı, Dəccal kələməsi, həman Təpəgöz nağılını biz açdıq, türkü ilə də bir tutuşdurduq, yadınızda olsa. Orada Mövlana deyir ki, belə bir şeytani düşüncələrin qabağında biz təhcə eləyə bilərik. Allahdan köməklik alaq, Allahdan köməklik istəyək, yaxçı. Orada yadına düşürdü ki, Mövlananın ki, Allahın bir para neymətləri var, bizə verirdi. O cümlədən, o neymətlərdən biri budur ki, ruhu bizdən alırdı, bizə yenidən bağışlayırdı. Mən istəyirəm o beytiləri ki, Mövlana mıncıq kimi düzübdür, nağılın içində nə cür düzübdür, onu sizinlə ortalığa qoyam ki, Mövlana bu nağılın içində nə cür gəlib yetişib Əshab-ı Kəhfin nağılına, nə cür gəlib yetişib ruhun nağılına. İstəyirəm o konteksti ki, yəni o yeri ki, orada o söz qaynaqlanır, coşur Mövlananın zehninə gəlir ki, mən nə cür getdim ora. Onu sizdən ortalığa qoyam ki, biləsiniz ki, bu adamın zehnində demək olar, bunlar istitradı gəlir, yəni qaçır o yan bu yana, amma bunların içində bir dənə nəzm vardı, bir dənə ağır bir nəzm vardı ki, Məsnəvinin içindədir, biz onu neynəməliyik, almalıyıq. O əsasda Mövlana deyir ki, bəli, mən burada biz Allahdan köməklik almalıyıq ki, bizi neyniyir, əlimizdən tutur o tərsə düşüncələr, gəlmir bizim havarımıza. Ya biz ondan çox-çox köməklik təşəkkür eləməliyik ki, ruhu bizdən alır, yenə də bizə qaytarır, yenə də bizə yaşayışı neyniyir, bağışlayır. Yaxçı. Pəs biz bura kimin nə mənaydı gəlmişdik da, düzdür, yadınızda. İndi gəlirik 403-cü beyti də Əshab-ı Kəhvədir. Munta, çün Mövlananın düşüncəsi bu cürdür ki, hər zaman siz ondan danışanda, birdən məsələn deyəndə oyanış, bidari
deyir hansı oyanış? Hansı? Ruh deyəndə deyir hansı ruh? Ağıl deyəndə deyir hansı ağıl? Yəni bunlar elə bölüşdürür. Bunların arasında bir dənə silsilə məratib yaraldır. Yəni bir dənə təfkişlər qoyur ki, siz hansından danışırsınız? Onu deyin, mən sizə deyim. Axı bir ney var ki, fəqət gəlmişdi, səsi gələr, bir ney var, onun içindən şəkər düzəlir. Siz hansı neyi deyirsiniz? Mən o cür danışacağım. Siz baxın ki, pəs Mövlana bu cür nədir? Bir fəlsəfi analitikə müsəllətdir. Yəni sözlərin üstündə. Xoş, 403-cü nağıl beytidə belə başlayır. Deyir ki, kaş çon əshab-ı kəhfin ruh ra hifz kərdi ya ço kəşti nuh ra. Axı ruhları ki qeytərirdi. Buyurun. Məsələn, Mövlana o da ağlını 8 metre bölür və hansı məsələn əqsam-ı ağlını... Çox vardı Mövlana در واقع məsnəvidə. Əqli cüz'i varımızdır, əqli kulli varımızdır, Mövlana bölür. Əqli varımızdır, Mövlana bölür. Hansı əql çaşa bilər, hansı əql çaşmaz. Yaxşı, İncahan məsələn əqlin barəsində deyir ki, bəli, Məsnəvinin bir yerində var da, deyir ki, bəli, əqli digər, bəli. Hala mən zehnimə sallam, deyərəm sizə ki, İncahan yek, bəli, İncahan yek fikrət است از عقل کل عقل کل شاه است و صورتها رسول. Bu əqli kol bir dənə Mövlananın zehnində bir təbirdir ki, kulli aləmin yaradılışına bir dənə bir dənə təfsirdir. Ya əqli cüz'idə əql başad در isabətha fəqət vəhm uftad در xəta və در qələt. Bu bir cürə əqlidir ki, buna eləyə bilər rahat vəhmi girsin, hədsilər girsin. Bu əql neynəsin, iştibah eləsin. Yaxşı? Ya çoxlu var da, əqli kəsbi, əqli məsələn təb'i, bu təqsimlər vardır. Əqli etizali, əqli əş'əri. Bunlar təqsimlərdir ki, Mövlana neyniyibdir, fərqli məsnəvidə neyniyibdir, gətirib. Siz danışanda deyəsiniz ki, hansı? Çünki danışında deməsəz hansı, orada dava çıxacaqdır. Çünki sizin sözünüzü anlamayacaqlar, xəlq düşəcək bir-birinin canına. Ona görə həddiləri gərək vacələrdə tərif, müəyyən, müşəxəs qoyasınız ortalığa ki, burada ixtilaf yaranmasın. İxtilaf xəlq az nam uftad. Çون به معنا رفت آرام افتاد məsnəvidədir. Umum davalar bu ləfslərin, sözlərin üstündədir. Mənaya getdilər, bu neyəcəkdir? Aramlaşacaqdır. Xoş, beytidə Mövlana buyurur ki, indi ki sən bu ruhları qeytərirsən, biz yatmışdıq, o Zömər ayəsində ki buyururdu, Quranda gəlmişdi, 42-ci ayədə ki, biz keçən seri oxuduq, sizə onu açıqladıq. Burada Mövlana elə bir ürək sözüdür, danışır. Axı, bəzi yerdə məsnəvidə var ki, Mövlana özü kaşki kələməsi işlədər, kaş işlədər. Yəni elə bir bunun ürəyi belə istəyir ki, kaş belə olardı. کاشکی از غیر تو دیوان شمسیده var. کاشکی از غیر تو آگه نبودی جان من یا به جز تو خود ندانستی جان معنیدان من سخت نازک گشت جانم از لطافت‌های عشق جان نخواهم دل نخواهم آن من کو آن من چه باشم مر تو را تو آن که نامم می نهی تو چه باشی مر مرا سلطان من belə bir Mövlananın kaşkiləri nədir? Vardır ki, öz ürək sözlər. Mövlana burada nə deyir? Kaş o ruhları qeytərməyərdi. Axı, bunlar oyanırlar. Bunlar əshab-ı kəhv kimin bunları neynəyərdin? Orada saxlaşdırardın bir müddət. Yoxladardın. İndi deyəcəm, niyə Mövlana bu cür deyir? Hifz kərdi. Ya ço kəşti nuh ra. Axı, necə kəştdə Nuhu saxladın, el obası ilə saxladın, o ruhları da saxlayardın, qoymayardın gələlər bunlar, oyanalar. Ta əzin tufan bidari و هوش varəhidi in zəmir و çəşm و قوş. Axı bunlar oyanırlar,
oyanandan sonra bir para huşluqlar ələ gətirirlər. Yaxşı, gözləri, qulaqlarını bunlar əsarətə salırlar. Görürsünüz də, bidari kələməsi, oyanış dərvağı. Mevlana istəyir nə desin? Mevlana istəyir sizə desin ki, oyanış iki cürədir. Bir rəhmani oyanış var, bir şeytani oyanış var. Bir xeyridə oyanış var, bir şərridə oyanış var. Bir sən qalxırsan, oyanırsan ki, gedirsən şərri işlərə qatışmağa. Bir oyanırsan ki, gedirsən xeyr işlərə qatışmağa. Yaxşı, Mevlana'nın düşüncəsində demək olar ki, biri var ki, sən oyanırsan, deyirsən, mən gəlirəm zülmə qarşı çıxam, ədaləti yaymaq üçün xalq içində zülm ilə mübarizə eləyəm. Bu bir oyanışıqdır, bidaridir. Mevlana bunu təhsin eləyir, bunu onaylayır. Bir də var deyir ki, yox, bir oyanış da var, sən durubsan, yapışıbsan dünyadan, kapitalizm ilə, emperyalizm ilə, paqanlarla, şubiyyə ilə, bunlarla əl-ələ veribsən, bir dənə şeytani risalət aparsan qabağa ki, özünü də heç xəbərin yoxdur. O oyanışa mən icazə vermirəm. Mən deyirəm, kaş sən Kəhf əshabı kimin gedərdin, sən yuxlayardın, qalardın orada. Kaş çون اصحاب کهف روح را حفظ کردی یا چو کشتی نوح را تا از این طوفان بیداری و هوش وارهیدی این ضمیر و چشم و گوش. Ustad Abbasi necür buyururlar? Buyururlar ki, Kəhf əshabı kimi bu ruhu kaş saxlayaydı, dəyməyəydi bir də daş. Köhülün əshabı tək noyluydu, yəni nolaydı, kaş etməyəydi maddəyə ruhu hamaş. Hamaş yəni həmzad, həmta, birləşdirmə. Kaş bu ruhu gətirib bu maddə ilə yenə də birləşdirməyəydi. Birləşəndə bu durub ayağa şər qalxacaqdır. Onunla Mevlana üzbə-üzə durur. Axı bilirsiniz, Mevlana bir o kaşkın işi dedim ha, bir ayrı zehnimə bir yerdə nağıl düşdü. Deyir ki, Mevlana deyir ki, həmço Kənan sərzə kəşdi və məkeş. Kənan ki, onun oğluydu ha. Deyir, mən kəşdiyə girmədim. Həmço Kənan sərzə kəşdi və məkeş ki, qururəş dağdı nəfsə zirəkeş. Onun o qururu və filanı qoymadı ki, girsin o kəşdin içində. Kaş, bu Mevlana'nın cənəsidir. Kaş çون طفل از یل جاهل بودی یا چو طفلان چنگ در مادر زدی یا به علم نقل کم بودی ملی علم وحی دل رو بودی از vəli. Yaxşı, bu nəqli elmidən boşalardı, vəhyi elmidən dolardı. Çünki bu təcrübə buna demişdi ki, sən o dağın üstünə çıxsan, ora su çatmayacaqdı. İllər boyu ora su çatmayıbdı. İndi ki, sən Kənan deyir, mən gedirəm, çatam ora və orada çatdı və orada da boğuldu. Mevlana deyir, kaş bu işi görməyək. Mənim ürək sözüm buyur, o kaş eləməz. Kənanın o oyanışıdır, o bidarisidir, o huşudur. Mevlana o huşu, o təcrübəni neyniyir? Nəqd edir da. Mevlana nəqd edir. Ey bəsi əshab kəhfəndər cəhan, pəhloy to, piş to həst in zaman. Sözü göndərdi. Bax, bir əslən kamilən fəza əvəz oldu burada, bu beytidə baxsaz. Deyir ki, fikr eləmə, əshab-ı kəhf qutulubdur. Elə orada o nağıl deyildi, qutuldu. İndi deyəcəm də qıssa nağılınızdır. Qutulub, yox, əshab-ı kəhf hər ləhsə sənin yanında eləşə bilərlər bunlar. Sənin amma xəbərin yoxdur. Pəhloy to, piş to, həst in zaman. Bütün zəmanələrdə əshab-ı kəhf adamları, Kəhfin səhabələri sənin yanında otura bilərlər. İstəyir o şamanları, ariflər desin ha. İstəyir ariflər desin ki, onlar mümkündür baxalar səninə. Baxa-baxa onlar yatıblar. Mümkündür yatalar, amma yatmayıblar, onlar oyaqdılar. Sözü Mevlana'nın budur. Qar bağı, indi vəsf edir. Onlar kimdilər ki? Kəhf səhabələri kimdilər ki, bu zəmanədə sənin yanında ola bilərlər? Bir dənə örnək verir. Qar bağı, یار با او در سرود مهر بر چشم است و بر گوشت چه سود. Bunlar bir insanlardılar ki, qar da ondan andı,
köhül də ondanandı, mağara da ondanandı, yar da ondanandı. Hamısı birlikdə bir harmoni oxuyurlar, səslənirlər. Yaxşı, mohr bər çəşm است و bər گوش چشم. Nə faydası var? Xətəməllahu əla qulubihim və əbsarihimdir. Gözlərinizə və ürəklərinizə möhür vurulubdur. Siz bunları görməyəcəksiniz. Belə nəzərə gəlir ki, Mevlana'nın bu beytidən mənzuru və məqsədi Peyğəmbərlə Əbu Bəkirdir. Qar ba u, yar ba u در surud. Axı bilirsiniz də, Peyğəmbərin bir əmisi var idi, Əbu Cəhl. Peyğəmbər nə deydi? Bu deydi, yox, sən yalan deyirsən. Bir dənə də səhabəsi var idi, Əbu Bəkir. Peyğəmbər nə deydi? Bu deydi, sən düz deyirsən. Əbu Bəkir Siddiqçi deyidilər buna. Ona görə deyidilər ki, bu Peyğəmbər hər nə ağzından çıxırdı, deyə o düz deyil. Onun qabağında heç kim danışa bilənməz. Dərbəst biz onu qəbul edirik. Əbu Bəkir Siddiq buna görə idi. Və Peyğəmbərin yanında oldu və qarda da bahəm oldular. Ezhuma fil qar ki, Qur'anda gəlibdir. در şən Əbu Bəkir gəlibdir, əslən burada gəlibdir bu ayə. Yaxşı, bunlar bibi ilə orada biridilər və orada neynirlər? Onlar ki, gözlərində və qulaqlarında mühür var idi, görmədilər. Gəldilər qarın qabağına baxdılar, gördülər ki, o torlar ki vardı, toratan atıbdı orada. Neynədilər? Çəkildilər, getdilər. Amma bütün dağ, daş, köhül deyildi ki, burada yar ba'u, qar ba'u. Orada nədirlər? Vardılar onlar. Onlar orada vardılar. Və siz görmürsünüz onları. Mevlana istəyir neynəsin? Bu örnəyi orada gəlsin. Əzizlər, bu Kəhf nağılı demək olar ki, bizim Qur'anımızda gəlibdir. Yaxşı, Kəhf surəsində də, o Qur'anda 18-ci ayədədir. Özünüz eləyə bilərsiniz, bunu oxuyasınız. 9-cu ayədən bu tərəfə demək olar Kəhf nağılını neyniyibdir, başlayıbdır. Qur'anda təqribən belə gəlir ki, elə bir bu iş elə demək olar ki, Yunan Rumi tərəfində, Türkiyə zat tərəfində belə ittifaq düşübdür ki, bir dənə Rumilərin şahları var idi. Bu neyniyir? Onlar üçün mömin idilər. Vəhdani düşüncəyə sabıdılar. Təsmin tutur ki, onlar neynəsin? Mücazat eləsin. Bir sıra adamlar neynirlər? Oradan qaçırlar. Demək olar, bunlar o cür gəlir. Teydadları 7 nəfər, o itinə bəlkə də 8 nəfər. Bunların teydadları o miqdarda. Bunlar qaçırlar. O cür ki, ələn bastanşinaslar kəşf eləyiblər o şəhər. Türkiyənin o Səlcuq şəhərin yanında o Fes bir dənə məntəqəsində, bölgəsində nədir? Orada bu tapıblar ki, qar demək oradaymış. Pəs Avropada o zaman, Avropada Rumi şahlarının içində, Məsihiyyətin içində imana icazə vermirdilər. Bu iman düşüncəsində bunlar pənah gətirdilər Anadolu səmtinə. Tarixdə bu təkrar olub da. O xanım Merkel, Almanın o sədr-əzəmi deyildi ki, müsəlmanlara nə olubdur? Bir belə ölkə, Kəbə, Məkkə, Mədinə bunlardan sahib durmur. Biz Almanlılar onlara sahib dururuq. Yox, o cür deyildi. Tarixdə bir dövrədə biz sizlərə sahib durmuşuq. Bizim şahlarımız gəlib sizlərdən ki, o zaman ki, qətllər, qarətlər eləyibsiz, yəni möminlərə sahib durmuyubsuz. Anadolu bəxşi, türk müsəlmanlar gəliblər, neyniyiblər? Onlara bir dövrədə sahib durublar və yığıncaq dərvağa bunlarına bir dənə pənah veriblər bunlara. Hər halda bu adamlar qaçırlar, o köhüldə gizlənirlər. Demək olar ki, 309 ilə yaxın orada bunlar yatırlar. Sonralıqda bir dənə çoban gəlir ora. Oranı açan kimi bunların bir dənəsi oradan oyanır. Gedir, neynirlər? Şəhərdə özlərinə yer yemək alsınlar. Pul çaparlar o şəhərə, aparanda o şəhərdə baxırlar, görürlər ki, şahın da adı Doqyanus ya Deqyanus bir dənə şahımış.
devran dəyişilir. O şah da bir dənə müvəhhid bir şah olurmuş. Biyol neyniyir? Deyir ki, bunu neynəməliyik? Bunlar bizim adamlarımız deyirlər. Bu sikkə bizim zamanımız deyir. Bu adam neyniyir? Qaçır, gedir o qarın içinə. Qarın içində nə mənədir? Biyol Allah deyir ki, daha şərait belə yaranır ki, mən sizi həmişəlik yuxu yaparam. Və bunlar neynirlər? Həmişəlik yuxu yaparlar. Orada deyərlər bir məbəd düzəldirlər və ora neyniyir? Qabağı bağlanır. Və Quranda da gəlir ki, əm həsibdə ən əshabəl kəhv və rəqim kanu min ayatina əcəbən. O kəhv əshabı və rəqim ki, bir tedadı deyir ki, həman o itin adıymış. Nə mənədir? Bizim nişanələrimizdən ki, biz sizinə bunu qoyuruq ortalığa ki, siz biləsiz. Hər halda bu 4 dənə beyti mən sizə oxudum da, düzdür? Tərcüməsi, türkü tərcüməsinə də qulaq asaq da bunların. Ey bəsi əshab-ı kəhf əndər cəhan, pəhloy to, پیش تو هست این زمان. غار با او یار با او در سرود، مهر بر چشم است و بر گوشت چه سود. کهف اصحابından ey can vardı iz, əyləşiblər sənlə indi diz bədiz. Yaxşı, əyləşiblər sənlə indi diz bədiz. Yəni kəhfə səhabələri hər zaman sənlə dizbədiz ola bilərlər. Yar verib onlarla daim səs-səsə, lik naməhrəmdilər karlar səsə. Kar insanlar səsə naməhrəmdilər. Bunlar səsi eşitməzlər. Xoş, indi Mevlana istəyir gələ deyək ki, nəcür olur karlar eşitmirlər, nəcür olur bəzi insanlar eşidirlər, bəzilər görür, bəzilər görür. Yəni istəyir bir dənə psikoloji burada, fəlsəfi baxımdan bir dənə sizə ayrı bir konuda bir məsələni açsın sizə. Bir nağılla başlayın. Qoft Leyla ra xəlifə Kantovi varizdir da sizin, baxırsınız da. Qoft Leyla ra xəlifə Kantovi کز تو شد مجنون شد پریشان و غوی از دگر خوبان تو افزون نیستی گفت خاموش چون تو مجنون نیستی. Bir dənə baxırsınız, yəni o əcibə işlərdəndir da, yəni Mevlana'nın o sehirli işlərindəndir ki, çox rahat eləyə bilir. 2 beytidə bir dənə nağıl sizə deysin. 2 beytidə. Yəni bu 2 beytidə bu nağıl qutuldu ələn sizlə. Bu nağılın içində bir dənə qıssaca nağıl başladı, 2 beytidə qutardı sizə. Nağıl ibarət edir bundan ki, Leyli ilə Məcnunun nağılında xəlifə Məcnunu çağırır, deyir, baba, bu Leyli axı çox çirkindir axı belə. Sən bir belə düşübsən bunun, sevdalanıbsan buna, nə xəbər olubdu axı bu, aş bizə de görək axı bu macəranı. Niyə olubdu? Sən niyə buna aşıq olubsan Məcnuna deyir? Görkəmlidir bunun qiyafəsi yoxdur bu Leylada, sən bu cavab ver. Az digər xuban tu əfzun nisti. Ayrı bir gözəllərdən bunun bir şeyi artıq dəyərsən düşübsən mındalısına, Mevlana deyir. Qoft xamuş çon tu məcnun nisti, Mevlana deyir. Deyir, axı sən dinməməlisən, sən Məcnunun gözündən sən ona baxmayıbsan. Axı Məcnunun gözü fərqli gözdür ona baxır. Fərqli gözdür baxır. Əzizlər, burada Mevlana gözəlliyi tanımaqda bir adcana yanaşır məsələyə nisbiyyətə. Yəni, bilirsiniz, yəni istəyir deyək ki, gözəllik ola bilər ki, bir həddə mütləq sən ona baxmayasan. Yəni, belə baxasan ki, ola bilər ki, bir şey mənim baxışığımda gözəl olsun, amma sənin baxışığında o gözəl olmasın. Sənin baxışığında o gözəl olmasın. Ona görə Mevlana burada 2 məqamdan istəyir danışsın. Bir məqam irfan məqamıdır, bir məqam elm məqamıdır. Elmidə nə ittifaq düşür? Bilirsiniz, elmidə 2 dənə bizim porosə varımızdır. 2 dənə porosə var. Bir yığmaqdır, yəni mən dadələri yığıram da, itilatı yığıram, gətirirəm. Bura kimi yığıb gətirməkdir.
Bu bir mərhələ. İkinci mərhələsi yığmaqdan sonra elmi də yargılamaqdır. Yəni davəri eləməkdir, qəzavətdir. Bu yığmaqları ki, mən dadələr yığmışam, bunların içində mən nə etməliyəm? Bunların içində mən qəzavət eləyəmək, hansını seçməliyəm, hansını götürməliyəm. Ona görə elmidə election var, selection var, yəni seçmək var, seçim var. Hər zaman biz elmi baxışıqda biz seçməyə əl vururuq. Yaxşı. Ona görə bizim bir para filosoflarımız vardı Qərb dünyasında, Batı dünyasında. Məsələn, Popper kimi adam ki, elmidə bir dənə böyük filosofdur. O həmişə deyir ki, elm bir dənə çıraq-qüvvəyə bənzər. Bu çıraq-qüvvə demək olar, oranı ki, sən yandırıbsan, təhcə ora işıq salır. Yəni, orada sənin işin vardır. Necə biz çıraq-qüvvəni götürürük ki, bir ənbarıda bir şey məsələn axtarırıq, ora işıq salırıq, oradan bir şey tapıb götürüb gəlir, ayrı yerlərinin işimiz yoxdur. Bu ayı Popper ya Popper deyir ki, demək olar, elm də bu cürdür. Sən bu aləmdə çox şeylər vardır. Təhcə o yer ki, sən istəyirsən, ondan sənin işin var. Ona görə elmidə məsələyi iradə gəlir qabağa. Yəni, istək. Demək olar, istəyir ki, der vaqa, demək olar, elmidə biz istəyək laf açığı danışaq budur ki, mən hansı şeyi istəsəm onu öyrənirəm. Hansı şeyi istəməsəm onu öyrənmirəm. İradə bəxşində. O şeyi ki, mən istəyirəm, yəni iradə icazə verirəm, gedirəm onun dalısıca və onu öyrənirəm. Amma irfanda bu cür deyil. İrfanda məqamı yığmaq və yargılamaq təhcə bir şəxsidən asılıdır. Elmidə yox, fərqlidir. Ayrı adamlar qəzavət eləyə bilər. Amma irfanda yox. İrfanda tərəf deyir, mən yuxu görmüşəm. Mənim bu yuxum həqqdir, qutuldu getdi. İndi siz bunu nə cür yorursunuz, nə cür təfsir edirsiniz, özünüz bilərsiniz. Bu mənə görə höccətdir. Bu mənə höccətdir. Mən bunu qəbul eləyirəm. Mən bundan mərifətlər alıram. Siz almırsınız, özünüzə rəbti var. Amma elmidə belə şeyimiz yoxdur. Elmidə qoyacaq ortalığa, özgələr yargılayacaq, qanunları ilə, qaydaları ilə hamısı deməlidir ki, su 100 dərəcədə coşa gəlməlidir. Qəbul elədik, biz onu götürəcək. İrfanda belə bizim bir şeyimiz demək olar yoxdur. O əsasda Mövlananın da burada sözü budur ki, siz biadcana gözəlliğə nədir? Baxarsınız ki, hansı gözünə baxırsınız? Oradakı elmi gözünə baxırsınız, seçimə əl vurubsınız. Oradakı irfan gözünə baxıbsınız, orada bir ayrı baxışıq vardır. Söylədi şah Leylaya sənsən o qız, kim sənə xatır olubdur qız ucuz. Kim sənə xatır olubdur, nə mənə ucuz. Ayrılardan sən deyilsən çox gözəl. Söylədi məcnun deyilsən, sən özəl. Ax, sən məcnun deyildin, sən məcnunun gözü ilə baxmıysan. Bu nağıl ki var Leyli ilə Məcnunun barəsində, bunun baxışığında ki, Leylinin çirkin olması, amma Məcnun onun sevməsini nə mənədir? Bizim ədəbiyyatımızda, fars ədəbiyyatında, ümumiyyətdə, Əttarın düşüncəsində, Vəhşi Bafukinin düşüncəsində bunların çoxlarında gəlibdir ki, mən onlardan keçirəm. Əzizlər, pəs demək olar ki, biz hünərlə ya önərlə üzbəüz olanda qıssaca bizim nisbiyyətlə əlbəyə uğururdu. Bir musiqi var, mənim çox xoşuma gəlir. Amma özgəsini açanda deyir, onu bağlacına. Yaxçı. Yəni, istəyirəm deyəm ki, o da hünər sahəsindədir. Ona görə var deyirlər ki, Lenin, Beethovenin bir dənə ahəngi varmış, deyir, ona nəğməsi var idi, ona hey qulağa sardı. Bəhtə qulağa sardı, deyərdi ki, bu nubuğun axırıdır. Nubuğ burada neyniyibdir? Üzə çıxıbdır. Ya Einstein'in özü bir yol o Mozart'ın demək olar piyanolarından onların neçəsinə qulağa sardı, səsini də verərdi, bətər qulağa sardı, deyərdi ki, göyün səsi gəlir bunlardan, mən eşidirəm. Amma özgələri heç ondan ləzzət aparmazdılar, bəhr aparmazdılar. O əsasda öz seçimlərimizə, öz baxımlarımıza biz nə etməliyik? Sahib durmalıyıq da, dəyər verməliyik. Mövlananın sözü budur. Xub, indi yenə gəlir o
bidariyə, oyanışa baxsaz ki, ha, Mevlana'nın sözündə oyanışa. Hər ki bidar است او در خوابتر هست بیداریش از خوابش بتر چون به حق بیدار نبود جان ما هست بیداری چو در بندان ما. Uyanış hamı deyir bəlkə elə uyanışdır da, Mevlana deyir yox. Hər ki bidar است او در خوابتر. Axı bir para uyanışlar vardılar ki, o elə yuxudur. Yuxunun içindədirlər bunlar. Həst bidariş az خوابش بتر. Onun uyanışığı, onun yuxuda olmağından çox pisdir. Bətər yəni bədtər. Yaxçı. Kim oyaqdır dünyaya olmaz oyaq, bu oyaqlıqdır ona daim boyaq ya duzaq. Tapbasa həqlə oyaqlıq canımız, olacaqdır can sıxan zindanımız. Həst bidari ço در بندان ما, در بندان ما yəni bizi bağlayır da, yəni zindana salır. O uyanış deyir. İndi Mevlana həman bizim sözümüzü burada onayladı ki, uyanış ki haqqın dalısıcadır. Haqqı axtarandır, haqqı yayandır. Mevlana istəyir ki, o uyanış bizim dərdimizə dəyər. خب جان همه روز از لگدکوب خیال و از زیان و سود و از خوف زوال نی صفا میماندش نی لطف و فر نی به سوی آسمان راه سفر. Mən bu iki beytli oxuram, yavaş-yavaş keçək o axırıncı hissəyə də, Şəmsin qəzəlinə yetişək. Ha, gəlib deyil. Ha, neçə dəqiqə vaxtımız var? Mən qurtarım da. 5 dəqiqə. 5 dəqiqə qurtarar. Baş üstə çəşm. Bəli. Can həmi ruz az لگدکوب خیال و از زیان و سود و از خوف زوال نی صفا میماندش. Xəyalı biz gələn seyri danışarıq sizinlə ki, xəyal nə mənadır? Mevlana deyir ki, o insan ki oyanır, bunun canı, bu hər ləhzə bu insan xəyalın tapdağının altındadır. Xəyal buna hücum gətirir. Hala bu xəyal nə mənadır? Xəyal munfasil nədir? Xəyal müttəsil nədir? Xəyal fərdi nə mənadır? Sohrəverdinin bir dənə kitabı vardı xəyal barəsində. O nə düşünür bu xüsusda? Mevlana xəyala nə cür baxır? Biz inşallah onu gələn seri sizinlə danışarıq. İcazə versək. Əgər sual cavab etsəz verin ki. Bəli. Şəhər sualları verilsin. Bəli, baş çəş. Hansını? گفت لیلا را خلیفه کان توی. خلیفه لیلaya dedi ki کان توی یعنی sen osan که آن تو هستی که از تو مجنون شد پریشان و غوی غمی غوی یعنی اغوا شده yo غوی به اغوا شده اغوا شده غوی یعنی آزمایش ha bəli غوی یعنی yəni düzdür da yox düzdür غوی اغوا yəni azmış dərvar. Bir daha da ustad söhbətlərində bu əmrlərdə ehticar olan Leyli özü idi. Qoftu Leyli ilə xəlife Kintoyi. Bəli. از تو مجنونیش پریشان و غوی لیلان از چاقش دیگر خوبان تو افسون نیستی o da açıklandı dedi. Gof kamus. Şuntu mecnun. Ve ehticar olan Leyli. İndi suallarınıza vuruşmuşuq. Əgər istifadə edək. Məsələn, qonağımız, əziz dostumuz ki, məsələn, məclisində də biz görüşərik. Sağ olasın. Əgər sual olsa, buyurun. Buyurasız. Şəmsin qəzəlini oxumanıq da. Yox, sual cavabı mən, Bəli. düzü mən hər məclisdə eşidənlərə ehtiram oluşur.